Salam əziz dinləyicilər. Bizimlə birgə olduğunuz üçün çox təşəkkür edirik. Bugünkü dəyərli qonağım Vahid Qarabağlı bəydir. Sizi xoş gəlmisiniz Vahid bəy. Çok sağ olun, hoş gördüm. Teşekkür ederim verdiğiniz fürsət üçün. Yaşayasınız. Vahid bəy, bəxt tərəf eləmədən əvvəl sualı keçirəm. Urmu gölünün qurudulmasına bir toplumsal ya ictimai məsələ kimi və önlənə bilən bir faciə kimi necə yanaşmaq olar? Urmiye Gölü'nün dediğiniz gibi bir faciadır ve bu facianın esas sebepleri de insani sebeplerdir. Yani bu insani sebepler orada geçen 25 yılın içinde İran devleti tarafından yani tabiata karşı ve gayri elmi vurulan sədlərdir ve tabiatın istismarıdır. Çünkü Urmiye Gölü'ne giden çayların 10-12 çayın karşısında onlar sədlər vurulmuş ve o gölün su hakkı alınıb. Ve bu yani bir insani sebeplerden, yanlış siyasetler sebebinden ortaya çıkmış. Ve bu sebeplerden biri de yine İranda ve Azerbaycan bölgesinde giden iktisadi təvizlərdəndir. Çünkü Azerbaycanın iktisadı sadece ekinçiliğe indirilib ve çeşitlilik yoktu. Orada farklı sanayi diye fabrikalar yoktu. Sadece əkinçilik olduğu için bu da təbiətə zorlanır. Təbiət insanların gəlir kaynağı orada olduğu için sədlər üçün məcburən orada suları elə istismar olunub. Və bu da gələcəyi düşünülməmiş bir şey olub. Sadəcə bəlli bir az müddətdir. Yəni gələcəkdə insanların təbiəti, sağlığı, ekonomisi, sosial həyatını düşünmədən edilmiş bir yanlış siyasətdir. Ama bu siyasete karşı itirazlar 10-15 ildə edilir Azərbaycanda fəallar tərəfindən. Ama devlet yine təbiz siyasetine göre bu itirazları dinləmədi. Çünkü orada budca ayırmadı ki, bu yarattığı böhranı həll etsin. Yani o suların karşısına atsın veya ekonomini çeşitlendirsin orada, diğer iş yerleri, fürsətləri yaratsın. Çünkü mecburdur o insanlar ki, orada yaşayırlar, o əkinçilərə yeni işlerle təmin edir, yeni ekonomik gəlirlər ve bunları etmir təəssüflə. Çünkü bütün qərarları milletin oradaki bölgenin xalqına da özünə görə, yəni siyasi ustan olarak, yəni bölge olarak da qərar vermə imkanı yoxdur. Bütün qərarlar, bütçələr mərkəzdən verdiği için yani böyle bir durumla karşı karşıyayıq. Yani bu değişebilir aslında. Ama bunun için gerek Tehran'dan ve İran devletinin buna səmimiləşməsi ola. Yani bu insanların tələblərinə karşılık verə. Bu vermediği sürəcdə maalesef bu çevre felaketi devam edecek ve bu da insani felaketlere, ictimai felaketlere, iktisadi felaketlerin yine devamına sebep olacak. Ve köçə sebep olacak, fəqirləşməyə sebep olacak, insanların indi əkin yerləri daha yararsız hala gelmiş. Çünkü geçen 10-15 ildə göl quruduktan sonra küləklər, yerler o duzları səpmiş əkin yerlerine. Ve əkin yerlerine dağıldıktan sonra oradaki o meyve bağları, buğda yerleri, üzüm bağları daha verimsiz olmuş ve insanlar oradan hiçbir iktisadi gelir elde edebilmirlər. Ve bundan sonra mecbur olurlar ki alternatif bir gelir kaynakları aktarsınlar ve şehirlere köçürler. İnsanların şehirlerde köçtükleri de ev problemleri var, kirada kalmalıdırlar ve bunların fəqirləşmə, ekonomik sıkıntılarla üzləşirlər. Ve bu da bir de bölgenin ekonomik fəqrinə səbəb olur. Yəni bölge fəqirləşir çünkü onun zaten torpağı məhv olmuş, ekonomik yeri yok. Ve bu genel olarak da Azerbaycan bölgesine problemler üzləşir. İnsanlar mecbur oluyorlar ki Azerbaycan'da da başka sanayi yok, iş tapa bilmirlər. Tehrana, İran'ın merkezi ölkə yerlerine giderler. Bu arada da dil problemi var. Bunların öz dilləri danışılmır orada. Orada təbizlə üzləşirlər, təhdiddən üzləşirlər, iqtisivlə üzləşirlər və bir sürü problemlər ki biz düşünə bilərik. Yəni bu böhranla bağlı. Bu sayaq ekoloji fəlakətin özəl bir toplumun başına gətirilməsi o toplumun statusu ilə nə əlaqəsi var sizcə? Bu toplumun statüsüyle belə əlaqəsi var. Çünkü İranda bir merkezci devlet ve idare etme modeli vardır. Bu merkezci devlet idare etmede de bütün kararlar ve siyasetler Tehran'da qərar verilir. Bu ölkənin iqtisadıyla bağlıdır, ayrılan bütçelerle bağlıdır, harada ne kadar yatırım edecekləriyle bağlıdır. Ve biz İranda baktığımızda bu qeyri-ədalət bir yatırım siyaset modeli vardır. Siyasi qərar vermə mekanizmi vardır. Yəni bölgələr özlərinə görə
modern İran devlet yaranmadan önce bölgeler üzerine göre gücləri var idi, qərarlar verirdilər öz bölgeləri ilə bağlı və necə ki federal devletlərdə belədir. Amma indi belə deyil. Bu belə olduqdan sonra da yəni o bölgəyə yəni öz xalq, oradakı insanlar özləri qərar verə bilmir və Tehrandakı insanlar qərar verir. Bu da səbəb olur ki, biz Təbrizlə üzləşirik. Yəni onlar İsfahana, Mərkəziyə, Ərəka, Yəzdə, Kirmana büdcələr ayırırlar, orada iş fürsətləri yaradırlar. Və Azərbaycana dediyim kimi daha sadəcə əkinçilik gözü ilə baxırlar. Bu da klassik əkinçilik, əski model, keçmiş əkinçilik, yəni sürdürülə bilən əkinçilik də deyil. Və bu da səbəb olur ki, bölgədəki böhranlarla üzləşən xalq və daha məruz qalır, necə deyək ki, çevrə ədalətsizliyinə, sosial ədalətsizliyə, çevrə irqçiliyinə və bu o təbiətin istismarına. Yəni əgər xalq bu qərarlar bölgələrdə verilsəydi, Azərbaycanda bir federal güc olsaydı, bir mərkəzi güc olsaydı, Azərbaycandakı yaşayan öz insanlar, oradakı məhsullar özlərinin əlində də imkan olsaydı, büdcələri olsaydı, özləri necə deyirlər, daha öz məsələlərini, oradakı iqtisadi siyasətlərini ürək yandıraraq orada qərarlar verərdilər. Amma biz bunu görürük ki, sadəcə bu devlətdə deyil, Tehran mediası da əslində heç bunu işıqlandırmır, Urmiya gölü məsələsi. Yəni bu bir nümunədir. Yəni uzaqdan qalmış İranda bir sürü təbizlə idarə edir. Sadəcə bir mərkəzi siyasətçi yanaşma ilə biz bu haldayıq. Demək, siz bizə neçə Təbrizdən, ırqçılıqdan bəhs elədiniz. Bu məsələni bir ırqçı məsələ olaraq da bəs görmək olar. Bunun haqqında bizə nələr deyə bilərsiniz? Bu yəni güc məsələsidir, siyasi güc məsələsidir. Yəni çevrə ilə siyasətin e, kəsişdiyi yerdə. Necə ki biz İranda dil məsələsində, kültür məsələsində, təhsil məsələsində etiraz edirik və o məruz qalırıq İranda türklər olaraq buna. Biz bunu iqtisadi baxışda da bölgələrin zəif və ya güclü olmasında da görürük və biz bu İranda sadəcə Azərbaycanda deyil bu iqtisad, bu çevrə irqçılığı, çevrə ədalətsizliyi. Mesela biz bunu Əhvazda da görürük. Orada Karunun suyu aparılır İsfahana kanallarla və burada Əhvazda xalqlar susuz qalır. Eyni məsələ Urmiya göldə. Urmiya gölünün yəni yaranma böhranının yəni 10-12 ildir Azərbaycanda etiraz edirlər mədəni fəallar və gölün düzəlməsi, yəni daha qurulmasının qarşısının alınmasına etiraz edirlər, amma Tehran buna biganə qalır. Buna büdcə ayrılmır, yəni buna pul ayırmır. Amma biz görürük ki, Xəzərdən kanallar çəkərək İsfahana milyardlar dollar pul xərcləyirlər, kanallar su aparırlar. Yəni bu irqçilik dediyiniz nədir? İrqçilik yəni təbiz deməkdir, elə deyilmi? Əgər bu təbiz də bizdə görürük ki, oranın olan çevrəsinə qarşı, orada yaratdığı böhranları ortadan qaldırmasına da bir iş görmür, bir pul ayırmaq istəmir və bilərək və ya bilməyərək, ya ən azı bunu etmədiyi sürəcə biz bilirik ki, bunu bilərək etmir. İndi bu da çünki qərar vermədə də ötəkiləşdiriblər türklər. Və yəni onun üçün ki, bu irqçılıq sadəcə dildə, kültürdə olmur, ekonomidə, çevrədə də olur. Və onun üçün bu keçən 10-12 ildə Azərbaycanda türklər və milli mədəni hərəkətdəki fəallar bu məsələni də üstündə vurğulayırlar və çevrə məsələsinə önəm verirlər. Çünki onların həyatlarını, onların yaşamlarını təsir edir və bu sadəcə Urmiya gölündə deyil, süngün mis mədənlərində də istismarına etiraz edirlər, Qaradağın ormanlarının kəsilməsinə də etiraz edirlər. Və biz bunu görürük ki, Azərbaycanda hərəkətdə bu getdikcə genişlənir. Məsələn, bizdəki qadınlar buna etiraz etdi və yəni bu bir daha da ümumiləşir bu söyləm, bu çevrə irqçılığı, çevrəyə ədaləti və Azərbaycandakı fəallar hər tərəfli bir ədalət İranda tələb edirlər. Bu siyasi, ictimai, iqtisadi və çevrə ədalətidir. Çünki bunlar bir-birinə bağlı məsələlərdir. Çox sağ olun dəyərli bilgiləriniz üçün. Ayrı əkləmək istədiyiniz bir sözlər varmı? Çox sağ olun. Mən təşəkkür edirəm bu məsələyə zaman ayırdığınız üçün və diqqət çəkdiyiniz üçün.